Yaranışın sirləri İmam Cəfər Sadiq əleyhissalamdan kəlamlar. 10-cu bab. Bədənin inkişafının başlanğıcı və onun ana bətnində formalaşması. Bədənin tədrici inkişafından onun kamil mərhələsinə qədər şərh edin. Əvvəl körpə ana bətnində göz görməyən və əl çatmayan yerdə formalaşır. Bunun beləcə davamı vardır. İnsan orada kamilləşir və möhkəmləşir və sonra dünyaya gəlir. İnsanın kamil və möhkəm bədənində çox şeylər gizlənmişdir. Allah Teala körpəni yırtıcılardan və digər amillərdən qorumuşdur ki, onun sümüyü, əti, damarları, beyni və sair üzvləri bu dünyaya gələndə gördüyün kimi hər bir üzv yerli yerində və həmahəng inkişaf etsin. Onları nə artırmaq və nə azaltmağa ehtiyac yoxdur.